Herkese salam, kanalıma hoş gelmişsiniz. Videomuza geçmeden önce Gündem TV kanalımıza abone olup videonu beğenip yakınlarınızla paylaşmayı unutmayın. Ayma kimi tanınan sosyal şəbəkədə məşhur xanım övladlarıyla birlikte yepyeni videolar paylaşıp onun paylaşımı herkes tərəfindən maraqla qarşılanıb. Həmin foto ve videoları sizlere təqdim edirəm. Alışverişe. Saat neçədir? Gecə 1 Gidiyoruz. Geliyoruz. Komşular yatır. Bunlar hələ şeyə gedirlər. Markete. Nəyə gedirsən markete? Abur cubur almaq. Abur cubur. Sırasında telefon var. Kopyaydı. Abur cubur. Azərbaycan milləti. Aşk, sevgi. Demək ailə 4 nəfər yol gedir. Biri orada, biri burada, biri mən. Ay gəlin. Bu yaman bir yerde gedirik. Daim apış arkasına bakma. Təzə telefonu gözümüzə soxma. Başına qapışanı qov gedin. Mənə da alın bunu. Sizə sallayın dayı. Əylə. O getsin o yolu bilir demişəm ehtiyatlı olacaq. Dayı yine pul koyuyor. Sizə sallayın dayı. Əylə. O getsin o yolu bilir demişəm ehtiyatlı olacaq. Dayı yine pul koyuyor. Dayım getirmişim pul kaçırtmayı. Məndə də öyle yox. Sən mahnı yazdır. Mənim pullu qaynatam var. Aç sən telefonumu, o telefonunu da qoyalım. Görsən mağazin belə olur. Bizdə belə deyil mağazinlər. Bu gün biz petruşka axtarırıq. Dünya dağıldı. Petruşka yox. Böyle lins olur. Hanı petruşka? Deyəsən burada da yoktu. Allah'ım ya. Sizden yok tamam. Vay. Kola yoktu. Allah'ım ya. Дорогие мои подписчики, посмотрите, какие вкуснятинки. Это мы находимся в Баку. Магазин Браво, смотрите. Ой, пахлава. Да. Şokoladlısı ne güzel. Ага. Красота. Derim belki tıkva ala. Aha. Böyle bir şey pişirək, kakjeli. Necə yoxdur tıkvanın mühayid. Petruşka alma adından gelip aldıklarını. Dayı Petruşka yoktu. yoxdur. Dayı oradaydı. Petruşka yoxdur. Aha cipsi aldık canım. Vay. Görüştüm yarınla bulan başında Ulu gecede ay ışığı Danıştım yürekten dünyalar kadar Sırdaş oldu bize beyaz geceler Danıştım yürekten dünyalar kadar Sırdaş Petruşka axtarmağa üstə gəl, petruşkadan başqa yarma, xaşır pişirək. Deyirəm, gəl buraya çəkir, görək bəlkə işığız yandır, görək bəlkə burada qutuyor. Neto, getdik mağazaya. Da yoktu. Ağız tapdım axır ki. Ahır ki. Yarma tapdım, yarma. Bəs Petruşka? Petruşka Sabah tezdən getdi yürü. Ay Allah, Sən. bu boyda Azərbaycanda yarma yoxdur, axır ki tapdıq. Xaşıl pişirəcəyəm, sabah sağa göstərəcəyəm Gürcüstanın xaşılını, qurutdu xaşıl. Tamam. Aynurun ikincisi, gəldim burada da tapdım. Gələn Qarpız ətər istəyirəm. Gecənin bu vaxtı qarpız çəkən də yoxdur. Bunun keyfi gəlibdi, qarpız istəyirmiş.
Gecə xala ilə dayı riski coşdular. Kelli belə. Əvvəllər qurudu əlimizlə əzirdi, indi texnika çıxıb, hər şey həsadlaşıb. Qurudu əzdim burada blenderdə. Bu da yarmamız qaynayır qəşəng. Gürcüstanlı olduğumu demədən göstər. Yarmalı xaşıl. Dünən gecə saat 2-də yarma axtarmışam. Bütün şəhəri gəzmişəm. Bu da yağ. Yağımız da əridi. Demək, Gəncəli olduğuna görə gəlinim. Gürcüstanın adət-ənənələrini, yeməklərini gəlinimə göstərməliyəm. Bana gəlmişəm, bilsin ki, biz nə yemişik, nə içmişik, belə. Bu da yağ əridi. Yemək pişir. Bu da xaşılımız. Yarma xaşılı. Bunu çox dağıtmamışam ki, soyumaz. Uşaqlar gəlsin, yesinlər. Aypa yeyir. Nətər olub? Əla. Bu bizim ağız dadımız, Gürcüstanlıların. Bənəşə. Gəncə qızı. Çox dadlıdır, əllərinizə sağlıq. Deyir, yağ az tök, quru da az tök. Nağarim, mən acana töymüşəm. Əslində biz belə eləyirik xaşılı soymasın deyə. Onu yavaş-yavaş qırağından götürə-götürə yeyirsən, soymur. Bu yemək mamam pişirirdi. Mən arıq olanda uşaq vaxtı ki, kökəlim. Buna basen yeməyi deyirdim. Görürsünüz, belə elə bir ətrafı bərkdi. Yağla qatıqdı, nə bilim, qurutdu, içində qalır. Çalışırdım ki, yağ qırağa tökülməsin. Kənardan yeyirdim. Əslində elə olmalıdır. Düzdür. Ki, yağ içində qalsın, qarışmasın. Doğru. Elə adam var ki, qarışdırır, xaşıl eləyir. Amma bunu belə götürürsən, içinə batırırsan, yeyirsən. Necə dadı? Əla. Dünən bunu necə əziyyətdən axtardıq. Gecə saat 2-də yarım axtarmış. Cəmaat kebab axtarır, yemək axtarır, biz də yarım axtarırıq. Naş olsun.